Bismillahirrahmanirrahim. Möhtərəm dinləyici qardaş və dinləyici bacı. Allah Taala səni qorusun və səni bağışlasın, həmçinin bütün müsəlmanları hamımızı. Bir qadın öz ərinin valideynlərinə xidmət etməyə məcburdurmu, borcludurmu və bu vacibdirmi? Elm əhli buyurur ki, əslində xeyr. Yəni qiyamət günü Allah Taala soruşacaqmı ki, sən niyə ərin anasına, atasına xidmət etmədin? Xeyr. Əksər alimlərə görə yox. Lakin bəzi elm əhli, məsələn, konkret olaraq Şeyx Abdüləziz ibn Bəz, Allah ona rəhmət eləsin, ondan bu barədə soruşanda deyir ki, bu məsələ baxır o qadının yaşadığı yerdəki adətlərə. Əgər yerli adətlərə görə qadın öz ərinin ana və atasına baxmalıdırsa, qoy baxsın. Və digər tərəfdən də elm əhli buyurur ki, onsuz da bizim dinimizdə yaşlı insanlara qarşı hörmət etmək, yaşlı insanlara hörmət etmək, onlara ikram etmək, onların xeyir duasını qazanmağa çalışmaq var. Gör hələ bu yaşlı insanlar ərin valideynləri etsə gör necə. Bu məsələ daha da gözəlləşir, daha da savabı artır. Beləliklə, ərin yaşlı valideynlərinə xidmət etməklə həm yaşlı insanlara xidmət etmək savabını qazanır həmin qadın, həm də ərinə görə onlara bunu eləyir və bu cürdə ərinə yaxşılıq etmiş olur və bu da savab olur. Bəzi sələflər məsləhət görərdilər ki, yaşlı insanların duasını qazansınlar insanlar. Çünki yaşlı insanlarda şəhvət olmur. Onlar dünyanın artıq həqiqətini daha yaxşı başa düşürlər. Ona görə onlar Allaha daha yaxın olurlar. Yəni əksəriyyəti Allaha daha yaxın olurlar. Ona görə onların duasını qazanmaq tövsiyə olunur. Beləliklə səbr edib duasını qazanmaq yaxşıdır. Digər tərəfdən əgər məsələn varsa belə bir çıxış yolu, əgər qadınla ərin valideynləri, anası yola getmirlərsə, söz-söhbət olursa və onların valideynlərinə baxası başqaları varsa, bacıları, qardaşları varsa, valideynlərlə məsləhətləşib başqa yerə köçə bilər. Yox, əgər valideyn məsləhət görməsə, valideynin ehtiyacı varsa bunun köməyinə, onda təbii ki, valideynlə qoyub qalsın və valideynlərinə xidmət eləsin. Əgər məsələn belə bir şey də eləyə bilər, Şeyx İbn Bəz rahimehullah məsləhət görür, tövsiyə eləyir, öz yoldaşına təşəkkür eləsin valideynlərinə kömək elədiyinə görə və bəlkə də bir hədiyyə versin, hətta bəzən pul belə versin ki, həmin qadın artıq daha həvəslə xidmət eləsin və daha çox deyinməsin, daha deməli açıq ürəklə yanaşsın bu məsələyə. Velhamdülillahi Rabbil alemin.